İBBİ aksesuar mağazalar sırasında niye bu kadar uğurludur? Bugün İBBİ'nin artıq 10 yaşı tamam olur və buna özəl Həzrət Aslanın filialında 70%'lik endirimləri var. Gəlin İBBİ'nin marketing stratejisini analiz edək. İBBİ emosional brend kimliyi yarada bilib. İBBİ'nin tam olaraq formalaşmış imici var. Münasib qiymətlər, hədiyyə üçün ideal olması, hər kəs üçün əl çatan olması, parlaq, zərif qadınların xoşladığı estetika. Bu hədəf auditoriyanın düşüncə tərzinə toxunan imicidir. Buna görə insanlar avtomatik olaraq İBBİ'ni seçim yeri kimi yadda saxlayır. İkincisi, real mağaza, üstəgəl sosial media kombinasiyası auditoriyada güclü etibar yaradır. Onlar sadəcə Instagram səhifəsi kimi deyil, illərdir fəaliyyət göstərən real mağaza kimi brendi yadda saxlayır. Fiziki mağaza bərabərdir, aldatmaz. İllərdir fəaliyyət göstərir, bərabərdir, keyfiyyətlidir. Üçüncüsü, İBBİ trendləri çox yaxşı tutur. Xüsusilə bayram və yeni il satışları, aksesuar sektoru mövsümü satışlardır. İBBİ bu psixologiyanı yaxşı bilir və kontenti buna uyğunlaşdırır. Sevdiyiniz və yaxınlarınız üçün ideal seçim və ya il dönümləri ilə bağlı endirimlər başladır. Bu insanların beynində belə bir mesaj yaradır. Hədiyyə almalıyamsa İBBİ'yə baxım. Niyə İBBİ 100 aksesuar mağazalarının içində seçilir? Çünki onlar sadəcə aksesuar satmır. Aldanma qorxusuz, rahat, maraqlı və əlçatan alış təcrübəsi yaradır. Bununla yanaşı İBBİ'nin 3 böyük filialı və peşəkar komandası var. Aksesuar deyəndə ölkənin ilk ağlına gələn mağazalarından biridir. Bəs sən İBBİ'dən yeni il hədiyyəsi seçmisən?